Hər vaxtınız xeyir olsun, əziz Sport Info izləyiciləri. Mən Aytən Mustafayeva yeni xəbərlərlə qarşınızdayım. Neftçi yeni mövsümə iddialı başlamaq yolunda transfer çalışmalarını davam etdirir. Aqraların azarkeşlərini sevindirəcək xəbər əldə etmişik. Hazırda 2 əcnəbi futbolçunun transferi gündəmdədir. Danışıqların son mərhələdə olduğunu deyə bilərik. Adlarını hələ dəqiqləşdirə bilmədiyimiz yenilərin mövqeləri barədə isə məlumatlıyıq. Əcnəbilərdən biri sol ayaqlı vingerdir. Hər iki cinahda oynamaq bacarığı ilə seçilir. Digəri isə mərkəz yarım müdafiəçisidir. 8 nömrə mövqeyində çıxış edir. Yuri Vernidubun istəyi əsasında həyata keçirilən bu transferlərlə məqsəd hücum potensialını daha da gücləndirməkdir. Ən qısa müddətdə klub yeni transferini ictimaiyyətə açıqlayacaq. Mövsümün startına kimi barəsində danışdığımız 2 legioner Ukraynalı mütəxəssisin sərəncamında olacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Azərbaycan Premyer Liqasının rəsmi fantazi oyununun APL fantazi veb-saytı və mobil tətbiqinin təqdimat mərasimi keçirilib. Sportinfo.az xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev layihənin ölkə futbolunda azarkeş marağını artıracağına inandığını bildirib. Bugün doğrudan da əlamətdar gündür. Azərbaycan Premyer Liqasına marağı daha da artırmaq məqsədi ilə APL fantazi layihəsini təqdim edirik. İnanırıq ki, bu layihə çempionatımıza yeni rəng qatacaq və azarkeşlər tərəfindən böyük maraqla qarşılanacaq. Bu həqiqətən də çox maraqlı layihədir. Hesab edirəm ki, bugün Azərbaycan futbolu üçün vacib və əlamətdar gündür. Layihənin həyata keçirilməsində əməyi olan hər kəsə uğurlar arzulayıram. Sizinlə mən idim Aytən Mustafayeva. Yeni xəbər blokunda görüşərik. Kanala abunə olmağı unutmayın. Hələlik.